Bir iki dərs biz funksiya mövzusundan biraz kənarlaşacağıq və bugün 3 əmri nəzərdən keçirdəcəyik. Bu, qruplaşdırmaq, qrupdan çıxarmaq və aralıq nəticələr əmrləridir, komandalardır. Qruppirovать, razqruppirovать, pромежуточный итог. Bu əmrlər, komandalar данный data tabının struktura bölməsində yerləşirlər. Bu əmrlərin köməyi ilə böyük cədvəllərdən kompakt bir görünüş almaq olar. Gəl baxaq görək bunu necə eləmək olar. Belə bir cədvəldir. Avtomobillərə həsr olunub. Bu ölkələrdir. Hansılarda ki, avtomobillər istehsal olunur. Almaniya, Yaponiya, Böyük Britaniya, Fransa, İtaliya. Bu avtomobillərin markalarıdır. Və burada satışlardır. Birinci rüb üzrə və ikinci rüb üzrə. Yanvar, fevral, mart, aprel, may, iyun və burada cəmi satışdır. İndi görək bu cədvəli necə kompakt eləmək olar. Birinci variant özümüz eləyik. Yəni istifadəçi özü bu cədvəli kompakt edir. Qruppirovать komandasını, yəni qruplaşdırmaq əmrini istifadə eləyik. Seçirik bu sətirləri, deyək ki, Almaniyaya aid və basırıq bu əmri. Qruppirovать, qruplaşdır. Görürsünüz, belə bir işarə əmələ gəlir və burada 2 dənə belə işarə var. İndi başa salacağım bunlar nədir? Gəlin, bu sətirlər də elə Yaponiyaya aid. Eyni üsulla Böyük Britaniya, Fransa və İtaliya. İndi, əgər Alman avtomobillərini gizlətmək istəyirsinizsə, bu mənfi işarəsini basırsınız. Görürsünüz, yalnız nəticələr qalır. Eyni üsulla Yapon avtomobillərini gizlədə bilərsiniz. Böyük Britaniya, Fransa və İtaliya. Görürsünüz, yalnız nəticələr qalır. Əgər bütün nəticələr təzədən, bütün cədvəli yenidən böyütmək istəyirsinizsə, yəni qrupdan çıxarmaq istəyirsinizsə, bir-bir eləmək istəsəz, belə eləyirsiniz, müsbət işarəsini basırsınız. Əgər bir əməliyyatda qrupdan çıxartmaq istəyirsiniz, onda bu 2 ədədi basırsınız. Görürsünüz, 1 qruplaşdırır, 2 qrupdan çıxardır. Əgər bir-bir eləmək istəyirsinizsə, belə eləyirsiniz. Əgər birdən hər şeyi açıb bağlamaq istəyirsinizsə, onda belə eləyirsiniz. Eyni əməliyyatı buradan da eləmək olar. Görürsünüz, razqruppirovaçın böyründə qırmızı işarə var. Skryt detal, yəni detalları gizlət. Bu isə otobrazi detal, yəni detalları göstər. Yəni buradan da eləmək olar, buradan da eləmək olar. Fərq nədədir? Bax, deyək ki, kursorumuz burada durur. Görürsünüz, aktiv xana buradır. Bundan asılı olmayaraq, tutalım ki, Almaniyanı bu düyməni basmaqla görürsünüz, kompakt vəziyyətə gətirmək olur. Amma buradan mümkün deyil, fikir verirsiniz, işləmir. Mütləq kursoru bura qoymalısınız, bundan sonra eləməlisiniz. Bax belə. Ona görə buradan işləmək daha rahatdır. Həm yaxındır, yəni belə dartmaq üçün görürsünüz, bura yaxında biri var, bura dartılsınız. Belə. Bu sətirlər üzrə qruplaşdırmaq elədik. Eyni üsulla da sütunlar üzrə eləmək olar. Burada sütunları qaraldırsınız, belə seçirsiniz. Qruppirovать, qruplaşdır. Yəni bu sütunları qruplaşdır. Və görürsünüz, artıq həmin xəttlər yuxarıda gəlir
və burada 1-2 var. Bu səviyyələri göstərir. Bağladınız, bağladınız. Qrupdan çıxartmaq istəyirsiniz. Basırsınız. Bağlamaq istəyirsiniz. Bunu basırsınız. Açmaq istəyirsiniz. Bunu basırsınız. Əgər bütün strukturu ləğv eləmək istəyirsinizsə, yəni etap-etap eləmək olar. Seçdiniz. Basırsınız razgruppировать. Seçdiniz. Razgruppировать. Yəni qrupdan çıxardıq. Görürsünüz. Sütunlar getdi. İndi sətirləri seçdiniz. 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 Bütün bu əməliyyatları istifadəçi elə bilir ki, özü eləyir. Amma eyni əməliyyatı və bizdə təxminən buna 5-6 dəqiqə vaxt getdi. Eyni əməliyyatı sistemə tapşırmaq olar ki, bunu sistem özü eləsin. Gəl baxaq görün bunu necə eləyir. Basırsınız burada Gruppirovать böyründəki üç bucağı və buradan sazdat strukturu, yəni strukturu yarat əmrini seçirsiniz və görürsünüz. Heç bir saniyə keçmədi, həmin strukturu sistemi yarattı. Ləğv eləmək istəyirsiniz. Burası Gruppirovать, yəni qrupdan çıxar, udalit strukturu. Və bu ikinci variant. İndi keçir üçüncü variantı. Bu struktura sözünün sağ tərəfində belə bir işarə var. Basırsınız onu və belə bir pəncərə çıxır. Və bu pəncərədən heç nəyə əl dəymirsiniz və burada basırsınız sazdat. Görürsünüz, həmin struktur yenidən yaranır. Avtomatik. Uzağı yarım saniyə yaranır. Ləğv eləmək istəyirsiniz, keçdiniz bərazı Gruppirovать, udalit struktur. Görürsünüz. Qruplaşdırma və qrupdan çıxartmaq əmrlər haqqında bu qədər. İndi keçək aralıq nəticələrə. Pramiruşni itogi. Keçək bu səhifəyə. Məndə belə bir cədvəl var. Avtomobillərdir yenə də. Bu satış tarixləridir və sayılardır. Tutalım ki, ayın 1-i Audi avtomobili 2 dənə satılır. BMW 3 dənə satılır. Mercedes 4 dənə satılır. Gəl bu cədvəli mən kopyalayayım və buraya yerləşdireyim. Biraz böyüdək. Belə. Görürsünüz, 2 dənə eyni cədvəldir. Bu əməliyyatı yerinə yetirəndə, yəni Pramiruşni itok, aralıq nəticələri almaq üçün məsləhət görülür ki, cədvəlin içində çeşidləmə aparasınız. Yəni cədvəli içində lazım olan məlumatı hal-hazırda bizə avtomobillərin adı lazımdır. Burada çeşidləmə aparasınız. Bunu necə eləyirik? Keçirik Glavnaya, Home tabına və buradan Sortirovka, filtr, çeşidləmə və filtr əmrini seçirik. Burada seçmək olar A-dan Y-ya, Y-dan A-ya, yəni Azərbaycan əlifbasında gedir A-dan Z-ə, Z-dən A-ya. Gəl seçək birincisini. Və görürsünüz, avtomobillər əlifba sırası ilə düzülür. Əvvəlcə Audi, sonra BMW, sonra Mercedes, Opel, Porsche, Volkswagen. Eyni cədvəl buradadır, amma görürsünüz, burada çeşidləmə yoxdur. Gəl görək burada aralıq nəticələri necə almaq olar. Keçirik Danlı tabına və basırıq bu əmri. Sistem soruşur.
hansı element, bu cədvəl hansı elementi dəyişəndə aralıq nəticələri alaq. Biz burada basırıq, bizə lazımdır avtomobil. Avtomobil. Heç nəyə əl dəymirik və OK düyməsini basırıq. Və görürsünüz, Audi qutardı. Burada nəticələr gəlir. 2, 4, 8, 9, göz nəticə 9. BMW qutardı. Burada nəticə gəlir. Mercedes qutardı. Burada nəticə gəlir. Əgər aralıq nəticələri yığışdırmaq istəyirsinizsə, yerinə keçirsiniz bura. Və buradan operatisiyon. Yəni hər şeyi yığışdır. Əmrini seçirsiniz. Gələcəyini keçək bura. Eyni əməliyyatı burada eləyək. Fərqi görəcəksiniz. Fikir verirsiniz burada. Toplama getmir. Çünki çeşidləmə yoxdur. Yəni bu cədvəli yığışdıraq. Artıq o bizə lazım deyil. Burada həmin əməliyyatı təkrarlayaq, amma bir balaca fərq olacaq. Bax, burada görürsünüz, konec straniцы между группами, yəni qruplar arasında axırda quş qoyuram. Və görürsünüz, burada bir xətt gəlir. Mən biləm, xarici görünüşü daha yaxşı görsənir. İndi burada görürsünüz, sistem rus dilində olduğuna görə nəticə rus dilində gəlir. Və bunu gərək bir-bir dəyişək. Amma burada belə bir problem var. Görürsünüz, burada hamısında itok sözü yazılır, yəni cəm yazılır. Və burada funksiyadır. Funksiyada da itok sözü var. Əgər home, главная tabından bu əməliyyatı yerinə yetirsək, gəldik bu sol qoyaq bura. 90 bu keçən dərslərdə bunu keçmişdik. Tab və dəyiş. Burada görürsünüz, zamini dəyiş əmri var. Və burada yığsaq, itok rus dilində. Və burada onu əvəz etsək Azərbaycan dilində. Deyək ki, cəmi, belə yazaq. Cəmi. Və bassaq zaminiçi, hər şey dəyiş. Yəni, bütün itok sözlərini cəmi sözü ilə dəyiş. Görürsünüz, səhv gəlir burada. Nəyə görə? Çünki dediyim kimi, burada görürsünüz. Düsturlarda da dəyişir. Bu olmaz. Ona görə əməliyyatı belə yerinə yetirmək olur. Ya əllə bir-bir burada dəyişirsiniz. Yaxud belə deyək, yarım avtomat. Yarım avtomat şəklində dəyişirsiniz. Eyni pəncərəni çağırır, eyni əməliyyatı yerinə yetirir. Amma burada bu əmri basmırıq. Basırıq 90. Dali. Yəni birincisini tap. Və görs tapdı. Dəyişmək lazımdır, dəyişmək lazımdır. Basırıq zamini, dəyiş. İkincisini tapırıq. Burada dəyişmək lazım deyil. Basırıq 90 dali. Yəni dəyişmə növbəti itok sözünü tap. Dəyişdik. Bax belə. Harada dəyişmək lazımdır, dəyişirik. Harada dəyişmək lazımdır, basırıq 90 dali. Yəni axtarışı davam elə. Dəyişdik və dəyişdik. Və burada da dəyişdik. Bax belə. Və bağlayırıq pəncərəni. Bununla bugünkü dərsimiz yekunlaşır. Göndərək yaddaşı və belə saxlayıq. Bugünə bu qədər. Təşəkkürlər.